Salam, hörmətli izləyicilər. Qeyd edeyim ki, biz Azərbaycan Respublikası Könüllü Nəticələr İctimai Birliyi Mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim mart ayının 17-si. Bildirim ki, bəli, bizim birliyin təsis olması, yaranması gündən 4 il, 2 ay ötür. Mart dediyim, Salam, hörmətli izləyicilər. Qeyd edeyim ki, biz Azərbaycan Respublikası Könüllü Nəzarətçilər İctimai Birliyi Mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim may ayının 17-sidir. Qeyd edeyim ki, birliyimizin yaranma günündən, təsis olma günündən 4 il, 2 ay ötür. Bu münasibətlə biz Mərkəzi Aran Regional Təşkilatı kurasiyasında olan 2 rayon təşkilatının üzvləri ilə görüş keçirdik. Ucar Təşkilatı sədr İlkin müəllim, Göyçə Təşkilatı sədr Şahınızlar müəllim və üzvlər. Bildirim ki, 4 il bundan öncə bildiyimiz kimi Cənab Prezidentin çağırışına qoşularaq ictimai nəzarət yaradıldı və birliyi təsisçisi, yaradıcısı Təyyar müəllim Zülfüqarov bu birliyi yaratdı ki, Cənab Prezidentin yanında olmaqla xalqa xidmət göstərsin. Bəli, biz də könüllülər olaraq, könüllülər haqqında fəaliyyətə istina edərək, qanuna istina edərək xidmət göstəririk və bu gün də qeyd edim ki, doğrudan da 4 il ərzində birliyimiz çox işlərə nail olmuşdur. Birliyimizin məramı məqsədi, bəli, qeyd edim ki, Cənab Prezidentin çağırışına qoşularaq yerlərdə olan hansısa bir negativ halların aradan qaldırılmasına dəstək olmaq, vətəndaş müraciətini qəbul etmək və məmur vətəndaş arasında bir körpü olmaq, körpü yaratmaq. Bəli, doğrudan da bu 4 il ərzində çox işlərə nail olmuşuq. Gördüyünüz kimi, bax, burada bu günlərim bizim Göyçay Təşkilatı və Ucar Təşkilatının sədr və üzvləridir. Yəni, bu tədbirdə iştirak edirlər və bildirim ki, bizə yeni döş nişanları da təqdim edildi. Yeni döş nişanları, bəli, doğrudan da biz öz sinəmizdə daşıdığımız bu nişan Prezidentinə, xalqına xidmət etmək üçün daşıyırıq bu nişanı və qürur duyuruq ki, xidmətimizdən ki, bax, bu bizim vətənpərvər, xalqına, dövlətinə, Prezidentin sadiq şəxslərlə xidmət etmək çox gözəl bir işdir və bununla qürur duyuruq. Bəli, hər birimiz yerlərdə oluruq. Yerlərdə olan hansısa bir problem varsa, biz onu dərhal aradan qaldırmaq üçün adi qurumları əlaqələndiririk və bu birliklə birlikdə çalışaraq bütün o işlərə nail oluruq. Və dəfələrlə də bizə müraciət olub, yerlərdə hansısa problemlər olub ki, biz onların aradan qalxmasına dəstək olmuşuq. Biz qürur hissi ilə deyə bilər ki, bəli, eşq olsun doğrudan da Cənab Prezidentimiz İlham Əliyevə ki, o daima bunu qeyd edir ki, yerlərdə hər bir məmur xalqına, dövlətinə xidmət göstərməlidir. Bəli, ictimai nəzarətdə yerlərdə olmalıdır ki, həmin o hansısa nöqsanlar varsa, onlardan qaldırmasına dəstək olsun. Biz də işimizdən qürur duyuruq. Mən bütün burada bizlə xidmət göstərən bizim bu vətənpərvər xalqına, Prezident sadiq şəxslərin hər birinə minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar ki, bu birlikdə bir araya gələrək xalqımıza, dövlətimizə, Prezidentin xidmət edir. Eşq olsun könüllü ictimai nəzarətçilərə. Diqqət üçün təşəkkürümü bildirirəm. Mən Azərbaycan Respublikası Könüllü İctimai Nəzarətçi Göyçə rayon təşkilatının sədri Səlimov Şahnəzər. Bəli, mən bu birliyə qoşulmaqda birinci öz minnətdarlığımı bildirirəm Təyyar müəllimə ki, o bu insanların hamısını, könüllü nəzarətçi deyən adda olan bir insanların hamısını öz başına toplayıb fəallıq göstəririk. Biz Azərbaycan Respublikasının Prezidentinin çağırışına qoşularaq yerlərdə bu ictimai nəzarəti həyata keçirməklə insanlarımızın hər birinə öz köməkliyimizi göstəririk. Və bu gündən belə də arz edirəm ki, bütün könüllü nəzarətçilər hər birisi öz missiyasını yerinə yetirərək xalqına xidmət etsin. Mən də o cümlədən xalqıma hər zaman xidmət etməyə hazıram. Salam, hörmətli izləyicilər. Mən Eminov Mehman, könüllü ictimai nəzarətçi, Göyçay üzrə. Mən birliyimizin sədri, hörmətli Təyyar müəllimə təşəkkür edirəm ki, belə bir birlik yaradaraq, bu günləri bu birlik xalqımızın ixtiyarındadır. Vətəndaşlara dəstək olurlar, vətəndaşlara köməklik olurlar. Burada çalışan Göyçay təşkilatına, Ucar təşkilatına hər birinə təşəkkürümü bildirirəm ki, onlar çox gözəl ictimai nəzarəti yerinə yetirirlər, vətəndaşlara dəstək olurlar. Məndən bu qədər, hörmətlə Mehman. Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər, əziz könüllü ictimai nəzarətçilər. Mən Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət və İctimai Birliyinin Ucar rayon təşkilatının sədri
Məmmədov İlkin. Artıq mən 2 ilə yaxındır ki, bu birlikdə fəaliyyət göstərirəm. Mən ilk öncə birliyimizin, ümumi birliyimizin sədri hörmətli Təyyar müəllimə öz təşəkkürümü bildirirəm ki, belə bir birlik yaradıbdır və biz könüllü ictimai nəzarətçi olaraq dövlətimizə, xalqımıza təmənnasız xidmətlər göstəririk. Ucar təşkilatı 5 üzvdən ibarətdir. Üzvlərimizin hər biri dövlətinə, vətəninə, xalqına xidmət edən könüllü ictimai nəzarətçilərdir. Hər biri bu dövlətdən ötürü, bu xalqdan ötürü əlləşirlər. Bizim bir amalımız var, bizim bir məqsədimiz var ki, dövlətimizin inkişafında, xalqımızın xoş rifahında biz də öz köməkliklərimizi, yəni öz səylərimizi göstərə bilək. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun.